Herkese salam. Kızlar, başlıqdan da gördüyünüz kimi mən aşbazlıq kursuna gedirəm. Bugün aşbazlıq kursunda nələr edəcəm, nə pişirəcəyik, şeflərin də hamısını sizə göstərəcəm. Paltarımı geyindim. Makyajımın yarısını tamamlamışam, yarısı hələ qalıb. Makyajımı sizinlə tamamlayaraq söhbət edim. Allıq olaraq Revolution'un çəhrayı allığını istifadə edəcəm. Deməli qızlar, mən 8-ci 9-cu sinifdən sonra evdə olduğum hər ortamda yemək pişirməyə başladım. Gördüm ki, yemək pişirməyi çox sevirəm. Dedim, mən aşbaz olmalıyam, aşbazlıq kursuna getməliyəm. Orada təhsil almaq istədim, diplom almaq istədim. Ona görə də mən məktəbi bitirdikdən sonra universitetə qəbul olmaq istəmədim. Dedim, mən sənətə yönəlmək istəyirəm. Mən aşbazlıq kursuna başladım. Aşbazlıq kursumun artıq 4 ay tamam olub. Bu günləri də sertifikat alacağam. 4-cü ayımı özə, 4-cü ayda sertifikat, 7-ci ayda normal diplom, 9-cu ayda isə qırmızı diplom verirlər. Mən təbii ki, qırmızı diplom almaq istəyirəm. Buna görə 9 ayını tamamlayacağam. Kursa gedəndə sizinlə bir yerdə sertifikatımı da göstərəcəm. Bugünkü günümü də sizinlə bölüşmək istədim. Highlighter'ımı da vurdum. Bugün makyajımı çox bəyəndim. Çox qəşəng olub makyajım. Makyajım bitdi. Birazdan da kursa gedirəm. Orada olan hər şeyi çəkəcəm sizin üçün. Burada kombinimi sizə göstərirəm və birazdan yola çıxıram. Kızlar, gəldim azadlığa. Kursum azadlıqdadır. Gəldik, çatdıq. Burada şefi gözləyirdik. Dedim, şef gələnə qədər sizə ətrafı göstərim. Bura bizim çalışdığımız ortamdır. Bu günləri öyrəndik ki, çiğ köftə eləyəcəyik və yanında da göbələkli toyuqlu bilincik. Və bu günləri də şefimiz Zaur şef olacaq. Zaur şef heç vaxt bizə dərs deməyib. Bizim üçün də bu ilk olacaq. Şef hər birimizə bir iş verdi. Özü də incə bulquru qaba töküb üzərinə isti su əlavə elədi ki, suyun buxarında pişsin. Daha sonra göbələkləri şef xırda-xırda doğradı. Toyuqlu göbələkli bilincik üçün. Bilincikin də xəmiri pürüzsüz olsun deyə belə süzgəcdən keçirdirik. Uşaqlar burada Holland pendirini rəndələyir, toyuğu doğrayır. Daha sonra şef göbələyi tavada qovurur. Üzərinə də didilmiş soyutma toyuğu tökür və biraz da elə qovurur. Üzərinə də knorun, toyuq bulyon tozunu tökür ki, dadı daha da yaxşı olsun. Qaymağı tökülür. İndi toyuqla göbələkli qaymaqlı bilincik eləyəcəyik. Çiğ köftə üçün də soğanı rəndələyirik. Buradakı gördüyünüz ərzaqlar da çiğ köftənin ərzaqlarıdır. Bulğurumuzu tökürük bura. Hamının fikri buradadır. Bulğurumuz hazırdır. Demək olar ki, baxsınız, bişib demək olar. Nə əlavə edirik bulğurumuza? 2 armudu stəkan deyərdim duru yağ. Sonra nar şərab. Pul biber, bir de kimyon. Paprika da lazımdır. Paprika var burada. Kore qaşığı verərdiniz mən zəxin olurdu. Salça burası, bura. Deyərdim bir 400 gram salça. Və 200 gram da hamak belə deyərdim mən. Yəni ki, deyirəm, bunun hazırlanma növləri çoxdur. Hələ bir cür hazırlayır. İndi bunu qarşılayırıq. Bir an usta qeyd elədi ki, usta nə? Bəli.
Çiğ köfte alınlıydı. Aa, belə olmalı. Vaxtlar öyrənmir. Burada da Urfalıyam ben özeldən oxuyaraq yoğurmağa başlayırıq. Siz də oxuyamıyorsunuz. Bunu belə biraz bura duzluq vururuq. Bu formada tükürür. Yəni çavı. Görün çiğ köftələr necə dadlı, necə gözəl görsənir. Çiğ köftəni hazır elədikdən sonra birinci xəmirlərin içinə toyuqlu göbələkli qarışımı əlavə edib suxariyə, yumurtaya batırıb qızardırıq. Bu da belə. Çiğ köftəli lahmacun. O elə də verirlər. Hə. Oh, very delicious. Oh my god. İndi də kursdan çıxdıq, gedirik isti-istiyə. Bura çox qəşəng yerdir, buranın şirniyyatlarını bəyənirəm. Kızlar, əgər südlü paxlava yeməmisinizsə, bu sizin üçün bir işarət, yeməlisiniz. O qədər möhtəşəmdir ki, yəni elə bir marojna yeyirsiniz də, çox dadlıdır. Mütləq denəməlisiniz. Kızlar, sertifikatımı aldım. Çox mutluyum. İnşallah 7-ci və 9-cu ayımda da diplom alacağım. Gəldim kursa. Mənim kursum həftədə 2 dəfədir. Bir dünən idi, bir də bugün. Görək bugün nə yemək pişirəcəyik, hansı şef bizə dəstəyəcək. Canım şefim çox sağ olsun, bizə tort ikram elədi. Bu günləri Mahirə şefin dərsidir. Menümüzdə zapikanka Rus mətbəxindən bir yemək eləyəcəyik və gerkulesli toyuq supu pişirəcəyik. Kaldırmadım uşaqlar. Döş ətindən istər katlı sadəcə, içi pendirli, sadə. Uzun doğrama, xırdaları Gördüyünüz bütün məhsulları doğrayıb tavada qovururuq. Her şey Burada əlimizdə qalan məhsullarla salat elədik. Sizə də bir taktika vereyim ki, burada şefimiz bizə deyir ki, əgər kartofların belə qəşəng diri-diri qalmasını istəyirsinizsə, həmin o kartoşkanı soslayıb tufovkaya atmayın. Duz və istiot tökərək tufovkaya ata bilərsiniz. Daha sonra şef salatı belə qarışdırdı, supumuz hazır oldu. Sup o qədər dadlı idi ki, mütləq denəməlisiniz. Bu da zapikanka hazırdır. Qızlar, bu həftəlik kursum bitdi. Dünən və bugünü bir vlog halında sizin üçün paylaşmaq istədim ki, kursda hansı yeməkləri pişiririk və hansı şeflər bizə dərs deyir. Hər dərs bizə yeni şeflər dərs deyir. Bu dəfə isə Zaur və Mahirə şef bizə dərs dedi. Çox sağ olsunlar. Həqiqətən çox əla yemişlər və reseptləri idi. İndi də makiyajımı silək. Mən Master CC Akademiyası kursuna gedirəm. Carulla şefə buradan da çox təşəkkür edirəm ki, kimi aşpazlıq həvəsində olan hər kəs üçün belə bir kurs yaradıb. Hər kəs bu kursdan yararlanır, diplomunu, sertifikatını alır. Çalışdığım qədər maraqlı, fərqli videolar çəkmək istəyirəm. Ağlımda qəşəng fikirlər var. Makiyaj videosu olsun, market alış-verişi, Temu kargoları, hər türdən maraqlı videolar çəkməyə çalışacağam.
Makyajımı sildim. Sizə gəlin üz baxımımdan da danışım. Makyajımı mən sildikdən sonra gedib üz yumacı ilə yuyuram. Daha sonra Misha'nın bu tonikini istifadə edirəm. Bu tonikin içində Bepanto, seramidlər, cilt onaran içərikləri var. Ona görə bunu çox sevirəm. Ondan sonra 45 kremi təbii ki də ən sevdiyim. Gözaltı krem üçün də Jigotun bu gözaltı kremini istifadə edirəm. Bir də məncə dodaqlar üçün ən qəşəng nəmləndirici olaraq vazelindir. Mənim videom buraya qədərdir. Bura qədər sıxılmadan izlədinizsə, videomu bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Hələlik.